Herkese salam, kanalıma, yeni vloguma xoş gəlmisiniz. Bugün gözəl bir tortla açılış eləmək istədim. Videolar çəkmişəm, ard-arda montaj eləyirəm. İndi sahədəyəm, hal-hazırda qoyunları yenə otarıram. Amma dedim ki, bu fürsətdən istifadə edim, səs yazım, videomu artıq hamısını montaj eləyib bitirmişəm. Bircə qalıb ki, səs yazmaq. Burada mamamgildəyəm, qardaşım gəlib Rusiyadan. Biz 3 bacı bir qardaşıq bu arada. Söyləyim, neçə nəfərdən ibarətdir ailəmiz. Bir mamam, papam, bir də 3 bacı, bir qardaşıq. Şükür Allah, qardaşım evlidir, 2 övladı var. Qardaşımın gəlişinə gəlinimiz tort hazırlamışdı. Biz də baldızlar olaraq yığışdıq qardaşımın başına. Birlikdə tortu çayla içdik, əyləndik. Necə deyərlər? Sonra da qardaşım özünə motosiklet gətirmişdi. Onu qurdu. Uşaqlara da çox maraqlıdır da. Uşaqlar da oynayırdı. Hərəsini bir-bir qardaşım sürdü. Onlara öyrətdi necə istifadə eləmək lazımdır. Uşaqlar da bəziləri sürə bildi, bəzilərindən çətin gəldi, sürə bilmədilər. Yavaş-yavaş öyrənəcəklər. Mən də həmçinin ümid edirəm yavaş-yavaş öyrənəcəm. Çünki maraqlı gəldi mənə də, sürmək istəyərəm. İnşallah öyrənəndən sonra sürəcəm. Bir kuruq da olsa atacam da. Bir də 3 bacıyıq dedim. Ən böyük bacım Rusiyada olur. Bir də ortancı mənəm, məndən də kiçiyi. Elə mamamgilə yaxın oluruq. Kiçik bacımla mən mamamgilə yaxın oluruq. Ona görə tez-tez mamagilə gedəndə zəngləşirik. Bacım da gəlir, mən də gəlirəm, gedirik. Belə böyük bacım da inşallah bu yay gələcək Allahın izni ilə. Belə elə bir Rusiyada olur deyə 2 ildən bir zat belə gəlir kəndə. Olsun, inşallah canı sağlam olsun, əsas odur. İndi isə burada təzə kartofları soyuram, xırdaların istifadə edirəm, çıxardıram. Kartofu təzə digər vlogumda paylaşmışdım da, çıxartdım. Onun xırdalarını bişirirəm, saxlatmıram. Çünki sveji bişirəndə, qəşəng təzə-təzə bişirəndə dadlı olur. Ən iri kartofları isə ayırıram. Belə yeməklərdə soz bişirəndə, digər yeməklərdə istifadə eləməyə iri kartoflar rahat olur. Ona görə ilk öncə xırdalarını istifadə edirəm. Burada yumru yeməyimi hazır edirəm. Asan, tez başa gələn. Nehrə yağını tökdüm. Soğanla qovururam. Sonra tomat pastasını əlavə edirəm. Ondan sonra küftələrimi bir gün öncə əti çəkəndə hazır eləmişdim. Onları əlavə edəcəm. Ən sonda da kartof. Asan, mənə görə dadlı. Belə xanımlar, biz də qaynanamla qaynatam sulu yeməklər xoşlayırlar. Baxmada yaşlıdırlar deyə quru xoşlamırlar. Uşaqlarsa ancaq quru yeməklər. Ona görə 2 cür yemək hər zaman hazırlayıram. Bir quru, bir də sulu. İndi paxla aşı, bilirsiniz də, paxlanın sezonudur. Bizdə də ailədə həqiqətən çox sevilir. Həm plovu, həm də aşı da. Biz aş deyirik, paxlalı aş. Bəzən Bakılılar plova aş deyirlər. Biz isə ayran aşına aş deyirik. Yəni cənub zonası olaraq da. Ona görə biz paxlalı aş bu aralar tez-tez bişiririk. İnşallah növbəti vloglarda paxlalı plov necə hazırlanır, onun vlogunu da paylaşacağam. İstiyotum bitmişdi. İstiyot olanda yeməklərə əlavə edirəm, quru yeməklərə. Burada isə duzu, bir də pul biber əlavə elədim. Ağzını qoyuram və modda bişir. Artıq qızlar, burada hazırdır yeməyim. Göz haqqınızı halal eləyin. Ondan sonra keçəcəm təmizliyə. Xanımlar, indi isə təmizlik eləmək istəyirəm. Bu otağı istəyirəm ümumiyyətlə təmizləyim. Çünki qışda burada yaşamırıq, bu otaqda qalmırıq. Ona görə təmizlik neçə vaxtdır eləmirəm, dərin təmizlik deyirəm.
İndi yay gəlsə biz bu otağa köçərik də. Qışda digər otaqda qalırıq. Yay gələndə buna keçərik. Bu da böyük otaqdır deyə qışda qızmır. Ona görə elə bil ki, otaq dəyişikliyi eləyirik də. Yayda burada qalırıq, qışdasa digər otaqda qalırıq. Ona görə istəyirəm ki, bu gün qəşəng hava yaxşıdır. İstəyirəm buraları qəşəng təmizləyim. Bu termonu tökdüm, kosmetikalarımı qəşəng onun hər şkaflarını təmizlədim, tavanını təmizlədim. Sonra burada rəflər var idi, göstərdim. İlk öncə bu rəfləri təmizlədim. Qəşəng ramkaları qoydum kənara, sildim içlərini. 3 dənə pəncərə var bu otaqda. İlk öncə pərdələri sökdüm. Atlazı da var. Arkasında iki dənə də tül pərdədir. Biri də atlazı var. Onları çıxartdım, yudum qəşəng. Sonra keçdim pəncərələri silməyə. Pəncərələri də çoxdandır silmirdim. Bir aydan çox idi demək olar ki. Ona görə artıq püskündə idi. İstəyirəm ki, qəşəng birinci hörümçəklərin, tozların alım. Bir dənə təzədən silirəm. Ondan sonra yenə qurudub yenə silirəm. Bir dənə pəncərəni demək olar ki, 3 dəfə silirəm. Çünki təmiz olsun deyə. Burada da stol qoymuşam. Onun üstünə çıxmışam. Çünki əlim çatmır deyə. Belənçinə bir əllə də çəkmək biraz çətin olur, nə yalan deyim. İnşallah ki, siz də mənim vloqlarımı bəyənirsiniz. Bəyənirsinizsə, axıra qədər, sona qədər izləyin, mənə dəstək olun. İnşallah sizinlə birlikdə kanalım böyüyər. Çünki həqiqətən çox həvəslə çəkirəm vloqlarımı. Siz də bəyənirsinizsə, bəyən düyməsinə yorum yazmağı unutmayın. Burada nədənsə 3 dənə pəncərə var. Yenə görürsünüz ki, çəkən zaman qaranlıq olur. Hələ işığı da yandırmışam. Bilmirəm belə niyə olur. Pollara fikir verməyin, çirklidir. İnşallah axırda pəncərələri siləcəm. Ondan sonra sil süpürüşünü eləyəcəm. Ən sonda da pərdələrimi vuracam. Burada vedrada su qoymuşam. Adi sadə sudur. İlk öncə sadə sunan yaşıllıyıram parçanı. Sıxıram qəşəncə. Sonra tozlarını alıram pəncərələrin. Ondan sonra yenə bir dəfə silirəm. Belə gül kimi olur. Maşallah günlü havadır, amma bəzən ildırım çaxır. Elə bilirəm ki, yağış yağacaq. Burada tozlarını alıram, ondan sonra keçirəm silməyə. Yay gəldi ki, hörümçəklər maşallah olsun hər yanı bürüyür. Bilmirəm, bəlkə də bizim evdə çox olur, amma hədsiz çoxdur da bizdə. Vurursan, hörümçəkləri vurursan 2 gündən sonra yenə görürsən ki, hörümçəkdir. Xanımlar, sildim pəncərənin sonuncu pəncərədə qəşəng yağış yağır. Amma yaxşı ki, pəncərəmə dəymir hələ ki yağış. Xanımlar, o gün Temoya baxırdım, gördüm orada qəşəng pəncərə üçün buxar aparatı var. Qəşəng pəncərəni dərindən təmiz edir. Bəzi künc hissələri var, özünüz də bilirsiniz. Yəqin ki, sizin pəncərələrdə də elənçinədir, çox güman. Bəzi yerlərdə adam lap təmizləyə bilmir də, yaxşı ürək istədiyi kimi. O aparatsa elə yaxşıdır ki, yəni buxarla hər yanı təmiz eləyir, dərindən də. Əmim qızı da alıb. Ondan da soruşdum, dedim necədir? Deyir, yaxşıdır. Mən bütün işlərimi ondan görürəm, əlimdən çox tutur. Hələ ki fikirləşirəm, sifariş eləyim, eləməyim. Sizlər də aranızda yəni aparatdan istifadə edən var. Məsləhət görürsünüz qızlar, yorumlarda yazarsınız zəhmət olmasa. Mən də fikirləşirəm hələ ki. İnşallah qismət olsa sifariş eləyərəm. Artıq pəncərələrimi bitirdim. İndi kafelləri təmiz edirəm. Önündəki kafelləri. Bundan da sona çatır bütün işlərim. Pərdələrimi də gedib götürəcəm. Sonra onları asacağam yerlərinə. Pərdələrimi də işbilkasını çıxarmıram xanımlar. Elə işbilkasıyla birlikdə atıram maşına. Elənçinə yuyur. Heç yana çıxmır da. Yəni bir dənə olsun çıxmır. Elə necə varsa elə də qalır. Rahat olur həm də.
Əvvəl bilmirdim, nə yalan deyim. Əvvəl işpilkaların, onun sancaqlarını bir-bir çıxardırdım. Bax, bunları görürsüz. Bunları bir-bir çıxardırdım. Sonra yuyandan sonra yenə təzədən keçirirdim onları. Sonra belə vururdum. İndi isə ən rahat usul. Belə belənçinə açıram, belə atıram maşına. Sonra yenə belə quruyandan sonra yenə belənçinə keçirdirəm qarniza. Qəşəng, rahat olur həm də. Bəzən adamı tənbəllik tutur. Həqiqətən adam iş görməyə başlayanda adam işdən qopa bilmir. Yəni istəyir ki, işi bitirsin. Arada məni Murad yorur, nə yalan deyim. Murad yorur, ona görə çox da dərin təmizlik eləyə bilmirəm. İndi isə işlərimi bitirdim. Xanımlar, gəlmişəm marketə. Bəzi şeylər var alması. Çünki rəfiqəmgilə gedəcəm. Həm də yaxın qonşumdur. Ona görə gəldim, yoldaşım gətirdi məni marketə, sağ olsun. Burada alıram, sonra qonşumgilə gedəcəm. Belə. Fırlan. Hə, xanımlar, uşaqları da götürdüm. Uşaqlar da bekar idilər, gətirdim. Həm də qonşumun oğlu da var, Hüseynin yaşındadır. Onlar topla oynayırlar. Balaca qızı da Muradla yaşıddır. Hə, Murad onunla oynayır. Böyüklər də bir tərəfdə oynayırlar. Xanımlar, bu günlük bu qədər. Gələn vloglarda görüşmək ümidi ilə hələlik.